kim taharətdə yəqin olarsa və ya şəkk olarsa və yaxud əksi, hədəsi varmı, dəstəmazı varmı, yoxdurmu deyə şəkk edərsə, nə olur? Yəqin üzərə qalır. Yəqin üzərə qalmalıdır. Yəqin şəkkin ziddidir. Şək nədir? İki şey arasında seçim edə bilməmək. İki zid şey var. Hansının doğru olduğunu seçə bilmirsən. Bu şəkdir. Yəni təharətlisən. Dəstəmaz aldığın yadındadır. Buna yəqinsən. Ancaq dəstəmazın pozulduğu yadında deyil. Nə ilə hökm verəcəksən? Yəqin ilə. Yəni pozulmayıb. Aydındırmı? Mövzu başa düşürsünüz. Dəstəmaz aldığın yadındasa, pozulduğu yadında deyilsə, yəqinlə hökm verəcəksən. Və yaxud yuxudan oyandın, paltarında su gördün. Bilmirsən, ihtilam olmusan, yoxsa bu su nədir? Bilmirsən, bu suyu da araşdıra bilmirsən ki, bu mənidir, yox da nə suyudur, başa araşdıra bilmirsən. Ayıra bilmirsən. Qüsl alırsanmı? Xeyr. Çünki qüsüllü olduğun yəqindir. Səndə yaranan şey qüslü pozan sudur, yoxsa yox bilmirsən. Əl-yəqinu la yəzəlu əv la yüzəlu bişşək. Usul qaydasıdır. Yəqin olan şey şəklə ortadan qalxmaz. Dəlil nədir? Abdullah ibn Zeyddən gələn hədisdə buyurur ki, İzə vəcədə əhədukum, Allah Resulü sallallahu aleyhi və sələm buyurur ki, İzə vəcədə əhədukum fi bətnihi şeyən fəəşkələ aleyhi əxrəcə minhu şeyun əmlə. Sizlərdən biriniz qarnında bir şey hiss edir, bir işgal hiss edir. Sıxıntı var qarnında. Ondan bir şey çıxdı mı, qaz çıxdı mı, yoxsa yox şəkk edir. Nə dedi? Buyurdu ki, فَلَا يَخْرُجُ مِنَ الْمَسْجِدِ حَتَّى يَسْمَعَ سَوْتًا اَوْ يَجِدَ رِيحًا. Sizlərdən biriniz səsi eşitməyincə və ya iyi duymayınca məsciddən çıxmasın. Yəni, bu şübhə nədir? Yəqini zail etməz. Bu qayda məşhur qaydadır. Təkcə fiqhə aid deyil, əqidəyə də aiddir. Bütün mövzularda bu qayda keçərlidir. Əqidə məsələlərində də, fiqh məsələlərdə də. Məsələn, çox tez-tez soruşulur. Bir nəfəri 5 il qabaq görmüşdüm, müsəlman idi. Ondan sonra görmədim. İndi bilmirəm halını. Yəni, fitnələr zamanıdır, hər kəs gündə bir əqidə dəyişir. Neyniyim? Əl-yəqinu la yuzalu bişşək. Axırıncı gördüyün yəqin nə idi? Müsəlman. Hə, bu əqidəsini dəyişib, mürtəd olubmu, olmayıbmı bilmirsən. Nə hökm verəcəksən? Müsəlman hökmü, müsəlman müamiləsi edəcəksən. Və ya bir kəs tövhid əhlidir. Müsəlmandır. Tövhid əhli kim tanınır? Küfrə dəlalət edəcək, küfür ehtimalı olan, küfür şübhəsi yaradan bir söz deyib, bir əməl edib. Bu əməl, bu söz küfürdürmü, küfür deyilmi? Tam tuta bilmirsən. Küfür ola da bilər, olmaya da bilər. Nə edəcəksən? Yəqin üzərə hökm verəcəksən ki, bu adam müsəlmandır, ta onun etdiyi küfür tam yəqin olana qədər.